Allahın salamı, rəhməti, bərəkəti, əfv olsun hər kəsə. Mən artıq bugün səhər çağı Masallı rayonunun Sirəbil kəndində öz doğmalarımı, valideynlərimi, anamın, atamın qəbrinin ziyarətinə gəldim. Bəli, Allah Rəsulü bizə xatırladır. Qəbirləri ziyarət eləyin, onlar sizə axirətinizi xatırladır. Bax, gördüyünüz bu məzarlar, bu başdaşları bir zamanda canlı danışanlar, onlar bir evin başçıları idi. Onlar bir ailənin başçıları idi, bir nəslin ağsaqqalları idi, ağbirçəkləri idi. Amma bugün onlar torpağa qovuşublar. Onlar bu günləri Allahın huzurundadır və biz də Allahın huzuruna qaydacağıq. Bax, əmim Əkbər, Kərbəlayı Əkbər, qardaşım Rövşən. Bax, bunlar hamısı bir tarix idi. Vaxtında danışardılar. Dərdləşərdik, söhbət eləyərdik. Bizim qonşumuz Ceyhun, Allah rəhmət eləsin. Və atası İsrafil, qonşularımız, Allah rəhmət etsin. Hacı baba, mənimlə bir yerdə uşaqlığımız keçib. Bax, bunlar hamısı bir tarixdir. Bunlar hamısı bir xatirədir. Ona görə insan qəbrəstanlığa gələndə axirəti xatırlayır. Çalışaq, nə qədər dünyada yaşayırıqsa, bir-birimizin qədrini bilək, bir-birimizə hörmət eləyək, bir-birimizə sevgi göstərək, məhəbbət göstərək. Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi. Ona görə mal, mülk üstə, torpaq üstə dava eləməyək. Bir-birimizin abrını aparmayaq, bir-birimizin heysiyyatını aradan aparmayaq. Çalışaq, canı dildən bir-birimizə dəstək olaq. Bax, hamımız belə susan qəbirlər olacaq. Sadəcə biz ancaq şəkillərlə insanların yaddaşında və xatirələrində qalacaq. Rəhmət və ya lənət. Ona görə çalışaq bir-birimizin qədrini bilək. Nə qədər həyatda Allah bizə nəfəs verib, aldığımız bu nəfəslərin qədrini bilək. Nə olar? O zaman Allah'ımıza döndüyümüz zaman, ey Rəbbim, mən mərduməzarlıq etmədim, yalan danışmadım, ev yıxmadım, kimsənin haqqına girmədim, qul haqqına girmədim, deyərək Allahın huzurunda Allahsızlıqla cavab verək. Bir daha Allah cəm ölənlərimizə, şəhidlərimizə rəhmət etsin. Allah ruhların bizə duası eləsin. Baxın, bu bir ibrət evidir, bu bir ibrət meydanıdır və məkanıdır. Allah'a emanet.